Balqabaq tumunun faydaları. Bir çox dərdə dərman olan balqabaq tumu xüsusilə qovrulmamış halda yeyilməsi, bağırsaq parazitlərinin salınmasında çox faydalı olaraq bilinir. Bu tamamilə doğrudur. Amma balqabaq tumunun faydaları parazit salmaqla məhdud deyil. Balqabaq tumu bol miqdarda fosfor təşkil edir. Birləşməsində olan fosfor sümük və dişlərin meydana gəlməsi, ürək əzələsinin sıxılması və böyrək funksiyalarının təşkil edilməsi üçün lazımlıdır. Yaxşı bir xolesterol salıcı və zülal qaynağı olduğu deyilir. Tərkibində olan B15 vitamininin xolesterolu saldığı və zülal istehsalında köməkçi olduğu bilinməkdədir. Böyrək zəifliyinə yaxşı gəlir. Balqabaq tumunun saça faydası olduğu da bilinir. Tərkibindəki zülal, sink və minerallar sayəsində saçlar üçün çox faydalıdır. Saç tökülmələrinin qarşısını alır, daha sağlam olmalarını təmin edir. Böyrək və sidik kisəsi iltihablarına qarşı təsirlidir. Sidikdə qan gəlməsi hallarında faydalıdır. Çiy balqabaq tumu bağırsaq qurtlarını salır. Bağırsaqlardakı qet və soxulcanları salmaqda çox təsirlidir. Prostat xəstəlikləri üzərində də təsirlidir. Bir çox prostat dərmanının birləşməsində balqabaq tumu vardır. Təşkil etdiyi omega-3, omega-6 sayəsində dəri sağlamlığına əhəmiyyətli təsir edir. Balqabaq tumunun içərisində olan fosfor xüsusilə xroniki böyrək çatışmazlığı olan xəstələr üçün və yüksək fosfor çətinliyi yaşayanlar üçün təhlükəli ola bilər. Bəzi böyrək xəstəliklərində eyni zamanda fosfor yüksəkliyi də olur. Bu xəstələrin mümkün qədər fosfor ehtiva edən qidalardan uzaq dayanmaları lazımdır. Bu xəstələr mütləq həkiminə məsləhətləşərək istehlak etməlidir.